Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Peyğəmbər salavatullah dəfələrlə öz hədislərində, məclislərdə, səfərlərdə, moizələrində, hikmətli kəlamlarında həmişə vurğuluyordu ki, elm öyrənin, elm içində olsa bile onun arxasında gedin. Yəni, baxmayın məsafənin uzaqlığına, çətinliyinə, elm fədaisi olun. Çünki elm bir çox həqiqətləri sizə görməyə kömək eləyəcək. Elm sizdə bir yəqinlik yaradacaq. Elm sizdə bir haqqaniyyət formalaşdıracaq. Mən çox təəssüf edirəm. Əslində, biz bir dənə dövrə gəlib çıxmışıq ki, Qur'anı elmlə isbat eləməyə çalışırlar. Əslində, elmin özünü Qur'anla isbat eləmək lazımdır. Məsəl üçün, Qur'an maşallah açılmayan sirlər, baxmayın ki, lakanikdir, baxmayın ki, qısa, konkretdir. Yox, bu günə qədər baxın, hər əsrdə bir təfsir yazırlar. 2 dənə, 3 dənə aşağısı o kitaba təfsir yazırlar. Peyğəmbər salavatullah Həzrəti Əbazərə nəsihət edirdi. Baxın, buyurur ki, ey Əbazər, Allaha elə ibadət et ki, bayaq da paylaşdım bunu, baxarsın inşallah. Sanki onu görürsən. Sanki onu görürsən. Çünki sən onu görməsən də o səni görür. Mən bir dənə haşiyəyə çıxım. Əlbəttə bu yaxşı hal deyil ha. Fikir vermişsiniz, kimsə bizim namazımıza baxanda özümüzü daha yaxşı namaz qılan kimi göstəririk. Mən hamıya bunu şamilləmirəm. Bəlkə də nə zamansa bizim gənclik illərində, nə bilim başqa vaxtlarda, bilmirəm. Olsun ki, ən azı ömürdə bir dəfə bu hadisə baş veribdir kimdəsə. Olub mənə yadıma gəlməsə, mən etiraf edirəm, biz uşaq idik, namaz qılmağımızı kimə də göstərməyə çalışırdıq. Elə aramla Allahu Əkbər, rukuya gedirdik, uşaq idik, qalmırdıq məsələsinin. Hətta biraz yeniyetmə vaxtlarım olub, məsələn 20 yaşımızda da, 25 yaşımızda da, hətta 30-da belə özümüzü sanki göstərməyə çalışmışıq ki, biz namaz qılırıq. Yəni kimsə bizə baxır, desinlər, bəh, nə gözəl rukuya getdi bu. İlahi, bunun sən qəddi qamətinin Allah dərgahında əyilməyinə bax. Bəzən belə bizə xoş sözlər, təriflər desinlər deyənə olub belə həyatımızda belə məqamlar olubdur. Əlbəttə bu yaxşı hal deyil ha. Amma buradan dərs çıxaracağımız məqamlar var. O da budur ki, bax biz Allahın dərgahında özümüzü bu cür hesab eləməliyik. Allah bizə baxır. Abdullah yox. Məmməd yox, Əhməd yox, Amil yox. Allah bizə baxır, Rəbbimiz bizə baxır, Xatirə baxmır, Fərqanə baxmır, İsmail baxmır, Qurban baxmır, Cəhrə baxmır, yox. Bizi Xaliq bizə baxır, Xaliq, xəlq eləyən bizə baxır. Peyğəmbər bunu deyir Həzrət Əbuzərə, ilk dərsə budur. Baxın, bizim ilk dərsimiz adı da maşallah yaxşıdır ha, bəndəçilik və nicat yolu. İbadət və Allah hüzurunun dərk edilməsi. Allaha ibadət və bəndəçilik möminlərin tərəqqi və yüksəliş vasitəsidir. İnsan nicat tapmaq istəyir, bəndə olmalıdır. Hətta saxlayın, bir dənə söz var, həmişə bunu demişiksə, indi də deyir onun sözü. Çalışın, Allah sizdən razı qalsın. Baxın, biz bəlkə də bu gündəlik bu duanın o qədər dərinə fərqinə varmıq. Hamıya gəldi, Allah razı olsun. Siz bu duanı elə belə duasını eləməyin. Elə bir dua zənn eləməyin. Təəssüf bəzən biz bu duanı aşağı mərtəbəyə salmışıq. Bizə xoş gələcək ki, Allah səni xoşbəxt eləsin, biz xoş gəlir. İndi təsəvvür elə çıxıb mikrofonda birini təbrik edirsən, Allah ey bəy və gəlin, sizdən razı qalsın. Üç mikrofonu qoydun yerə. Bu nə doyur? Cəmaat səndən şeir gözləyirdi, qəzəl gözləyirdi, cəmaat nə bilim qeyri-adi bir çıxış gözləyirdi. Biz biraz dərinə geçsək, ilahi mərifət tapsaq ki, Allah bizdən razı qala.
O sıradan bir dua deyil ha. Bu duanın xüsusi bir ağırlığı var. Allahın razı qalması, rıza məqamı. Bu indi mən deyəcəm birazdan Allahı tanımaq lazımdır. İcmali məsələlər deyəcəm inşallah sizə. Həzrəti Əmir əl-Möminin baxın deyirdi ki, mən demişəm dəfələrlə bunu sizə, mən ibadət eləyirəm ona görə yox ki, cəhənnəmin qorxusundan bunu eləyirəm. Ona görə yox ki, cənnətin tərabətini, qorxusunu hiss eləmək istəyirəm. Yox, buna görə yox. Ona görə ki, Allah buna layiqdir. Sizə bir dənə sual verəm. Amma sualı öz vicdanınızdan baş-başa buraxaq. Baş-başa buraxaq görək. Biz bu sualın cavab nöqtəsində hardayıq? Bir dənə deyirlər, konum at. Tanımırıq sizin mağazanı, nə bilim, hansı kənddə qalırsan, bir dənə konum at gələk. Biz indi konumun harasındayıq? Sual da budur. Biz namaz niyə qılırıq? Mən inandırım ki, 99,9% bu söz deyəcək. Vacib olduğu üçün. Bilmirəm, məndən bu fikirlə razısız yoxsa yox. Yəni, kimdən soruşsaq, namazı niyə qılıram, deyəcək, Allah vacib buyurub. Hicabı niyə bağlayıram, Allah vacib buyurub. Quran niyə oxuyuram, məsləhətdir, müstəhəb əməldir. Gecə namazı falan filan. Biz bu sualların cavabında çox nadir cavablardan biri bu olar ki, və bu da olmalıdır əslində, Allah buna layiqdir. Baxın, namaz qıldı da namaz qılmır, namaz atmışam deyir, namaz məni atıbdır. Mən də vaxtilə namaz qılmışam, 15 il namaz qılmışam, vaxtilə hicablı olmuşam, mən də Məşəddə Kərbalada olmuşam, indi qılmıram Allah şeytanı lənətləsin falan filan, görürsün, insanlar müəyyən sözlər deyirlər. Amma çünki bunların qılmaqlığının kökündə, bunların o itaətinin kökündə qürbət qəsdi yox idi. Allah xatircəmlik yox idi. Allah layiq olduğu üçün deyildi. Öz prinsipinə görə, özü istəmişdi bunu. İçindəki Allah buna əmr eləmiş, get namaz qıl. Çox mühüm dərslərdir bunlar. Biz fərqli bir əxlaq dərsləri görəcəyik bu kitabda. Hazır olun əziz tələbələr. Biz fərqli bir şeylər görəcəyik. Yadda saxlayın, Peyğəmbərin nəsihətləridir. Həzrəti Əbazərədir ha. Əbazər elə belə Əbazər deyil. Həzrəti Əbazər başqa bir şəxsiyyət, bir başqa zaman olar biz Əbazərin məqamından danışarıq. Nə deyir Əleyhisselam buyurur ki, ey cəmaat, o Allahdan qorxun ki, siz danışanda eşidir, gizlətdiyiniz də bilir. Sən danışırsan, yalan danışırsan. Sən yalandan namaz qılan Allah da bunu bilir. Sən başa düşmürsən ki, Allah bunu bilir. Vallahi başa düşmürsən, ona görə qorxmursan Allahdan. Başa düşsən, qorxarsan, çəkinərsən ki, mən namaz qıldım, mən vaxtında qılmalı idim. Niyə gecikdirdim namazımı? Mən vaxtında bu işi eləməli idim. Niyə eləmədim? Niyə eləmədim bunu? Bir dənə məsələ var, biz Allahı tanımırıq ona görə. Allaha bəndəçilik eləyə bilmirik. Bizim tək problemimiz, deyədim, ən qlobal problemimiz budur mənəviyyatda ki, biz Allahı tanımırıq. Allaha bəndəçilik eləyə bilmirik. Baxın, buyurur ki, ey Əbazər, Allahı tanımağın ilkin mərhələsi, yəni Allaha ibadət etməyin, Allaha ki, bəndə olmaq istəyirsənsə, onu tanı. Sən Allahı tanımadan etdiyin ibadətin bir mənası yox, bir təsiri olmayacaq. O, dünyadan başqa bir şey deyil, dünya istəklərindən başqa bir şey deyil. Yadda saxlayın. Bu yalnız dünyanın bizdən istəyi olacaqdır. Biz təfəkkür eləmədən, biz düşünmədən namaz qılırıqsa. Bizim zehniyyətimiz sıradan bir şeylərə məşğuldursa. Mən bir dəfə yadıma gəlir ki, bir böyük elm əhlindən birindən yol getdim. Adasa bir 25-30 dəqiqəlik maşınla yol getdik. Bir dənə sual dedim ki, bəs filan kəs, bəs hazır filan yer niyə tanımırsınız da? Deyir, mən neyirəm ki, tanımaq məcburiyyətini mən deyiləm ki, oranı. Deyir, niyə zehniyyətimi ki, boş-boş şey xərcləyim ki? Belə baxdım,
Dedim, hə, böyüklər ona görə böyüklərdirlər. Böyüklər az söz deyərlər, keyfiyyətli söz deyərlər. Az söz deyərlər, təsirli deyir. Mən niyə oranı əzbərləməyə məcbur deyiləm ki? Yəni, ən yaxşı halda soruşaram da, bu yolu kim düşər. Onun əvəzinə başqa bir şey zehnimə daxil edərəm, onun haqqında düşünərəm. Xaydan Beğusan kimsə bir, nəyəsə bir baxır, deyir, gülür, bir gülməli bir verilişə, kinoya baxır, gülür. Məsələn, vaxtını belə bir şeylərə həsr eləyir ki, yəni ibadət və itaətdən də soyuyur. Bir də deyirlər ki, mən soyumuşam ibadətdən. Mən hal tapa bilmirəm. Mən nə bilim, heç nə keyfim yoxdur, heç nəyə həvəsim yoxdur. Səni soyudublar, başa düşürsən? Səni soyudublar. Özünü özünü soyutmusan. Çünki Allaha bəndəçilikdə zəruri olan ilkin mərhələ var, icmali tanımaq. Nədir bu icmali Allahı tanımaq? İnsan bilməli ki, Allah var və dünyanın və insanın yaratıcısıdır. Əgər mən namaz qılıramsa, əgər mən hicab bağlayıramsa, mən bir inansız şəxsəmsə, mən bir saqqal saxlayıram, kitab oxuyuram, ibadət və itaətimlə məşğul oluram, bu mənim yaşayışımdır, bu mənim həyatımdır, bu mənim nəfəsimdir, bu deyilməz. İnanc məsələsi ki, mənim mənəviyyatımdır, mənəvi ruhumdur. Mən o gün bir müsahibə çıxdı qarşıma, bəlkə də çoxunuz görmüşsünüz o müsahibəni. Deməli, bir aparıcı, ruhanilərdən birində sual verir, üzr istəyirəm. Sual deyil, mən əvvəl elə bilirdim ki, din təkcə mənəviyyatdır. Amma indi baxıram ki, din təkcə mənəviyyat deyilmiş. Bəli, din bizim həyatımızdır. Din gəlib ki, bir dəfə sual verirlər, bir dəfə demişəm sizə bunu. Dindən qabaq bir şey yox idi ki, yox var, niyə yox idi ki, var idi? İslamdan qabaq da yaxşı və pis işlər var idi. Heç kim bunu təcrübə eləmir. Heç kim bunu inkar eləmir. Yaxşı işlər var, pis işlər var idi məsələn. Din gəldi ki, bunu tənzimləsin. Reglamentə salsın. Din gəldi bunu ki, nizama salsın. Nizamlı şəkildə bunlar baş versin. Nizamlı halda bunlar olsun. Niyə sübh namazı 2 dəqiqə, 3 dəqiqə vaxt aparır məsələn? Niyə sübh namazı müşahidə olunur? Niyə filan namaz filan saatda? Bunlar insanda məsuliyyət yaradır. Bunlar insanda diqqət yaradır, diqqət formalaşdırır. Bunlar insanda nizam-intizam yaradır. Bu qədər mühüm məsələlərdir bunlar. Buna deyərlər icmali tanıma. Yəni nə? Yəni nə? Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öncədir. Allahı tanımaq, sən əvvəl, sən bir deyir, hicab bağla, hicab vacib, və bildiyi hicab vacibdir, bacı, sən bunun gözəlliyin başa saldı o dediyin şəxsə. Axı, sən gözəlliyi təqdim eləmirsən, gözəlliyi təqdim elə. Təqdim elə onun verdiyi xeyirlərdən, onun verdiyi o mənəvi təsirdən, mərifətdən, əxlaqdan təsir eləyən bir şey göstər, bir məhsul ortaya qoy, baxan da görsün ki, maşallah, gözəldir. Çox qəribə insanlar var. Bir deyir, mən namaz qılmayım, sənin kimi olum. Filankəs kimi hicab bağlamaqdansa, bağlamaq, günah eləmək daha yaxşıdır. Eləyib günah eləməkdənsə deyir, etməyib günah eləmək vaxt. Bunlar hər ikisi günahdır. Hər ikisi günahdır. O bağlayır, başa düşmür günah eləyir, dərk eləmir yaxşı. Amma sən dərk eləyirsən axı, sən dərk eləyə günah eləyirsən. Sən dərk eləyirsən. Sən başa düşürsən, anlayırsan. Amma inanclı insan da gərək bu məsələlərə diqqət eləyə. Diqqət eləyə. Mömin bu deyil ki, siz avamsınız. Elə bir təəssürat yaranmasın ki, inanclı insan maymaq adamdır. İnanclı insan elə ancaq əzəbər, bəzəbər. Görsə, bəzən də namaz qanı bir molla falan kəsmə. Deyə oxuyub molla olacaqsan. Mən bir müsəlmanam, mənim bir vəzifəm var, mənim bir etiqadım var, mənim bir əqidəm var. Hər kəsin bir etiqadı var, hər kəsin bir ideologiyası var. Bir soyunaraq özünü göstərir, deyir, mən müasirlikdir, nə var ki, bu da, özün bucu göstərir. Mənim işim ondan deyil, günah eləyir, səhv eləyir, özü bilər Allah, ondan işimiz yox, sözüm o deyil.
Biri ayağını divara qaldırır, ayağınla, iki ayağının arasını divara bitişdirir. Deyir, məsəl üçün, mən belə idmanla, mənim həvəsim bunadır. Biri hansısa musiqi alətini ifa edir. Biri səsindən istifadə edir. Birinin əl qabiliyyəti, sənətkarlıq qabiliyyəti var. Onu özünə böyük bir şey bilir, ilahi bir iş bilir. İnançsız da mənəvi ortam ortaya qoymalıdır. Tək mənəviyyat da qoymalıdır. Elm də ortaya qoymalıdır. Yəqinlik ortaya qoymalıdır. Məhsul ortaya qoymalıdır. Boş-boş danışmağa heç nə verməyəcəklər də, saxlayın. Boş-boş danışmaqla nəyəsə nail olmayacaq. Olmayacaq biz. Bu qəti qaydadır bu. Qəti qaydadır. Deyəcəksiniz ki, mən neyim, bəyəm kimi də göstərməm. Xeyr, sən göstərməli deyil, amma sən göstəricisən. Sən ulqusan. Sən ulqusan. Çünki sən nümunəsən. Çünki sən başa düşürsən ki, bu şey eləmək lazımdır, çəkinmək lazımdır. Sənin boyunda bir dənə vəzifə var. Sən deyir, o məsəl var həmişə, qanın qanmaza boşludur. Üzürsən, böyüklərimiz deyir həmişə. Ona görə Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndədir. Əvvəl hicabın fəlsəfəsini başa düş. Namazın hikmətini başa düş. Quran oxumağın önəmliyini, mühümliyini anlamağa çalış. Fədakarlıq nəyə xeyirdir, yaxşılıq nəyə xeyirdir, bunu anlamağa çalış. Ondan sonra o işləri gör. Yadda saxla, əvvəl vəzifəvi bil. Bu işin vəzifəsini bil. Sonra hüquqla alış-veriş eləməyə çalış. Biz birbaşa hüquqa giriş eləsək, biz heç nə öyrənə bilməyəcəyik. Biz əvvəl vəzifəmizi də bilməliyik. Vəzifələrimiz təyin olunmalıdır. Allah bəndəçi eləmək istəyirsə, onun Peyğəmbərinə iman gətirməliyik. Onun nübüvvətini etiraf eləməliyik. Əhl-i Beyt əleyhissalama məhəbbət göstərməliyik. Biz bunları başa düşməliyik. Peyğəmbər bunları vəsiyyət edir Əbazərə. Bəndə olmaq istəyən qaydalar var. Heç kim sənə gəlibdirmi? Bir getdin, əşhədu ənə Əliyyən Vəliyullah. Heç mən də bunun tərəfdarı deyiləm, birbaşa. Çünki mən başa düşməsəm, gec-tez Əliyyə xilaf olacam. Necə ki, bəzilər gəldi, bu cür oldular. Əliyyə beyət eləyəndə sonunda beyət pozdular. Öz prinsipləri naminə. Dedilər, bizə nə qədər pay verəcəksən? Bizim xeyrimiz nə qədərdir? Mən xeyrim nə qədərdir buna? Bu xeyir üçün deyil ki, Allah yolunda iş görmüsünüz. İnsanlar çıxarı naminə baxdılar hər şeyə. Ona görə Əhl-i Beyt əleyhissalamın qədri bilinmədi. Allah vəlisini tanıya bilmədilər. Peyğəmbər burada bunu buyurur. Allahı tanımaq üçün icmali olmaq lazımdır. Yəni, birinci ibadətdən qabaq tanımaq lazımdır. Gördünüz, Peyğəmbər 3 gün evində məclis verdi. Qorxud ayəsi var Quran-ı Kərimdə. Tələbələr açıb baxsınlar. Bəziləri deyir, mən Quranı 10 dəfə oxumuşam, amma o ayəyə diqqət eləməmişsiniz. Qorxud ayəsi var. Peyğəmbər 3 dəfə qohum əqrəbalarını Allaha dəvət edir. Heç demə, durun namaz qılın, durun nə bilin falan iş görün. Dəvət elədi. Çağırdı. İndi sən dəvət elə. Dəvət elə. Çox maraqlı. Adam oxuyur, baxırsan deyir Allaha tanımaq, Peyğəmbərə iman gətir, onun nübüvvətini etiraf eləmək, Peyğəmbərin əhl-i beytinə məhəbbət göstərmək. Bu adam tanımalı da bunu göstərən bir şəxs sənsən. Sən inanclısan, mən inanclıyam, biz göstərməliyik o gözəlliyi. Göstərə bilmir. Niyə? Çünki özümüz də onu yaşaya bilmirik. Yaşamaq lazımdır. Yaşamaq lazımdır. İzzət tapmaq istəyiriksə, mütləq Allah ipindən bərk yapışmaq lazımdır. İzzət tapmaq istəyiriksə. Orta mərifət də var. Təfəkkürlə yanaşı olan tanışdığım bu mərhələsi orta tanışlıqdır. Orta mərifətdir. Bax, insan ilahi ayələr üzərində araşdırma aparmalıdır. Araşdırma aparmalıdır ki, bu da Allah nə deməksə, Allah nəyin mesajını verir bizə. Əməli ibadət yolu ilə
Bu mərtəbələrə insan yüksələ bilər. Gəlib razı məqamına çıxacaqdır, rıza məqamına çıxacaqdır. Hicr surəsində Allah buyurur, deyir, Pərverdigarına ibadət et ki, yəqin dərəcəsinə çatasan. Və rıza məqamında Allah Taha surəsinin 130-cu ayəsində baxın nə buyurur, sözümü tamamlayıram inşallah. Deyir, günəşin çıxmasından və batmasından əvvəl qaranlıq gecənin müəyyən saatında və günorta yarısında Allahı zikr et ki, rıza məqamına çatasan. Rıza məqamına çatasan. Allahı zikr et, yəni xatırla. Allahı zikr et, o deməkdə dur, məsələn, gecə vaxtı, subhanallah. Bu indi yat, yox. Bundan getmir məsələ. Məsələ icbali mərifətdən gedir, tanıma mərhələsindən gedir. Yad eləmək, Allahı yad elə. Yad elə Allahı. Allahı yad elə ki, Allah da səndən razı qalsın. Birinin, kimisə hansısa bir tədbirdə çıxış eləmir da, birinin birdən işi çıxır, birinin birdən yasa gələ bilmir. Olur da indi hamımızın, bu da kimə sorursam deyib, məsələn, bir tanışım olub, yasa getməmişəm. Yəqin ki, məndən razı olarsınız. Bəzən toya gedə bilmirik. Hansısa bir səbəb olur da gedə bilmirik, düzdür? Düzdürmü? Məsələn, toyda gedə bilmirik. Məsələn, bir tədbirə bizi çağırmışlar, işimiz çıxdı, alını gedə bilmədik. Amma getməsək də kimsə orada bizi yad edir. Olur belə şeylər. Deyir, filan kəslər gəlməsə də, amma qəlbləri bizdəndir. Özləri bu da olmuyor, qəlbi bizdən olan əzlərimiz var. Bağışlayın, gələnmədir, amma salam dualarını çatdırdı bizə. Çoxlu üzr xaxlıq elədi. Yazığın işi çıxdı. Nə filan kəs rəhmətə gedib və ya yaxını bir əzli var. Bir qəfil bir işi çıxdı. Sənin yer və danışan adama məhəbbətin olur, yoxsa olmur? Ona bir məhəbbətin artır, yoxsa yox? Adam səni təmsil edir. Vəkil səni məhkəmədə təmsil edir. Ona pul versən yox, mükafat da pul. Əvəzin, səni təmsil edir. Sənin bilmədikləri odur, o qanun səni müdafiə edibdir. İndi bizə deyim gecə vaxtı Allah tərif edirik. Allah həm sana edirik, Allah da bizdən razı qalır. Deyib, bəndəmə baxın, ey mələklər. Yatmaq vaxtıdır, amma yuxusuna haram qatıb mənə həss eləyib. Haram qatıb. Görsən, cavanlar fikir versiniz, bir yaş ötdükdən sonra öz övladlarına ya kiməsə və ya bir xanım öz padurqasına deyir, bilirsən, mən nə qədər çox sevir. Ay qız, bir də mənlə maraqlanır ki, yemək yemsənmi, gecə bir narahat oldum, həmin dəqiqə özünü çatdırır. Görsən, bəzi adamlar filan kəslər deyir, çox yaxşı qardaşdır, çox yaxşı qonşudur, çox yaxşı bəydir, xanımdır, çox yaxşı insandır, çox yaxşı qohumdur, dostdur. Nə vaxt olub hamısında bizdə iştirak edib, tez özünü yetirir bura. Görsən, birinin yaxını rəhmədə gedir, hamıdan qabağa çıxır gedir rayona ki, gedim orada iştirak edeyim. Bu insanların gözündə bir dəyərə sahib olur, bir dəyər qatır özünə. Allah da bu cürdür, bəndəsinə baxır ki, bəndə öz yuxusuna haram qatır, öz zamanını fəda edir onun yolunda. Halbuki haqqı idi, yatsa belə mən o günah yazmayacaq. Yorulub, işdən gəlib yorulubdur. Amma bir saat oyaq qaldı, nə bilim, Amil müəllim danışdı, dərsə qulaq asırdı. Nə düşübsə durub 42 nəfərdən qulaq, gedim yat dincələrsiz də. İşdən yorğun, içinizdə mən bir tanıdıqlarım var da, işdən yorğun gələnlər var, xəstəsi olanlar var, övladı körpü olanlar var. Evində məsələn problemi, maddi, mənəvi sıxıntısı olanlar var. Amma adam durub dərsə qulaq asır. Adam başa düşür. Bizi anlamaqla getmir söhbət. Adam başa düşür ki, bəlkə nəyəsə qulaq asdım, oradan bir şey götürdüm. Ola bilər ki, oradan bir şey götürdüm mənim ruhuma. Mən mütləq ki də var. Baxmayın mən kimə. Baxın görün nə danışıram. Mütləq ki də var. Bu mütləq var. Olacaq, bizim imtihanlarımız çox olacaq, əzizlər. Bəndə isə mütləq imtihanlarımız olacaq. Buna arxayın olun. Buna hazır olun.